Dostlar, bu cür sizinle birlikte Minecraft'ta çok necə cərsəsi ağac edə bilərsiniz, sizə onu göstərəcəm. Yəni baxın, birincisi belə rəngdə bir odunu tutur. Daha doğrusu belə tünd rəngdə bir odun tutur. Suyun altından belə gətirirsiniz, mənim etdiyim kimi. Sonra yanlardan 4 blok vəziyyətində enseyi gətirirsiniz, 4 blok. Yəni dediyim kimi 4 blok gətirin. 6, 7 blok gətirməyin. Tam mənim elədiyim kimi eləyin və yanları da 4 blok veya yanlarına 1-2 blok artırın. Tam mənim elədiyim vəziyyətdə. Gələk dostlar. Sonra dostlar, belə 4 dənə blok, 8 dənə odun qoyandan sonra üstünə daha doğrusu yəni isteğe bağlı bir 6 dənə 4 dənə blok 8 dənə falan blok qoya bilərsiniz. Sonra mənim göstərdiyim şəkildə yanlara belə quru bloklar, quru odunlar qoyun. Quru odunlar qoyduğum vəziyyətdə. Mən daha çox artıracağım, belə daha az oldu dostlar. Yəni bunu əvvəldən etməmişəm. Ona görə biraz yəni yaxşı etməyə bilərəm, amma dostlar gördüyünüz kimi yəni ən düzgün şəkildə etməyə çalışıram sizin üçün. Dostlar belə qoyun. Mən qoyduğum vəziyyətdə belə qoyun dostlar. Və tövsiyə edirəm ki, odunları düz qoyun dostlar. Və odunların yanlarına bir-iki dənə belə tünd odun qoyun. Və dostlar dəmir oldukdan sonra dostlar. Və dostlar sonra blokları belə müxtəlif şəkildə çamları qoya bilərsiniz dostlar. Yəni bunda sərbəstsiniz. Amma elə qoyun ki, yəni ağaca oxşasında qoyun. Yəni yanlardakı ağacları qoyursunuz. Onlara oxşasın. Və biraz böyük eləməyə çalışa bilərsiniz. Çünki böyük eləyəndə məncə daha yaxşı olacağını fikirləşirəm. Nə qədər böyük eləsəz dostlar, bu qədər yaxşı olacaq. Əmin olun. Belə şortların gəlməsini istəyirsinizsə, kanala abunə olub like edə bilərsiniz. Come2Doki kanalına yəni abunə olun dostlar. Belə deyim. Belə dostlar olsun. Belə dostlar, bu yanlarda şeylər də sağda. Şəhər olsun. Ondan sonra dostlar, yanları belə çamlar qoyan da ətraflı qoyun. Belə olanda daha yaxşı olur dostlar. Biraz da qoymanızı tavsiyə edirəm.
Dostlar, bir gerçəkçi olsun istəyirsinizsə, yanlara biraz da altıra bilərsiniz. Dediyim kimi 4 blok biraz az oldu. Bəli dostlar, belə oldu. Niyə belə etdik? Yəni tünc qoyduq odunları. Belə niyə suyun üstündə etdik? Daha doğrusu belə deyim. Çünki dostlar, belə tünc qoyanda elə ona oxşuyur ki dostlar, elə bir su dağa və oduna dəyib və üstünə su dəyib və belə görsənib. Dostlar, belə gerçəkçi yapmaq istəyirsinizsə kanalımıza abunə olub like atmağı unutmayın. Sağ olun, sağ olun.